Yüksək məhsuldarlıqla pambıq yetişdirilən rayonlardan olan Yevlaxda da artıq ağ qızılın yığımı yekunlaşmaq üzrədir. Sahələrdən texnikalarla toplanan pambıq yüksək məhsuldarlığı ilə təsərrüfatçıların üzünü güldürür. Bu il Yevlax rayonu üzrə ümumilikdə 3301 hektar sahədə pambıq bitkisi əkilib. Rayonda ən böyük pay Prime Cotton MMC-yə məxsusdur. Ağ qızılın yüksək məhsul verməsi üçün tarlalarda agrotexniki qaydalara uyğun becərilmə aparılıb. Mütəxəssislərin sözlərinə görə, sahələrdə suvarma ilə yanaşı alaq otlarının təmizlənməsi, torpağın yumşaldılması, gübrələmə və zərərvericilərə qarşı tədbirlər vaxtında görülüb. Rayonda pambıq becərilməsinə maraq böyükdür. Dimiz sortunun əksəriyyəti çox faizi lazerdir. Ümumi məhsuldarlığımız hektara bu dəqiqə faktiki olaraq 39.3-dür. Ümumi becərmə bütün agrotexniki qaydalar vaxt-vaxtında əməl olunur, dərmannamalar hamısı vaxt-vaxtında gedir. Fermerlər maraqlılar, ən çox maraqları pambıq əkməkdir. Bəs hazırda hansı dövrdə artıq yekunlaşmalıdır? Mövsümün axırı vaxtlarda da axırıncı son hektarlarımız 130 hektar sahəmiz qalıb, onda yığıb yekunlaşır. Yevlax rayonunda 2024-cü ildə 2455 hektar sahədən 9111 ton pambıq yığılaraq məhsuldarlıq 37,1 sentiner olub. Onu da qeyd edək ki, pambıqçılıq Yevlaxda təkcə kənd təsərrüfatının bir sahəsi deyil, həm də yerli iqtisadiyyatın, kənd sakinlərinin dolanışığının mühüm dayağıdır. Elvin Qudratov, Rahim İbrahimoğlu, Həcər Həsənova bu gün informasiya proqramı üçün.